Məstəli şah kimdir? Cadugərdir. Və o elə eləyəcək ki, heç nə olmayacaq da. Yəni Şahbaz sənin yanında qalacaq, burada qalacaq. Məstəli şahı gətirirlər və Məstəli şah deyir ki, mən sizə kömək eləyə bilərəm və sizə bir neçə versiya deyəcəm. Hansını istəsəniz, onu seçə bilərsiniz. Və mən elə eləyə bilərəm ki, Monsieur Jordan pis günə qalar, ölər və s. Pis versiyalar verirlər və ən ağla batan versiya bunlar üçün o olur ki, Parisi dağıtsın. Məstəli şah Parisi dağıdır. Və necə dağıdır? Hər şey çox təsadüfən baş verən bir şeylər olur. Hətta orada çox gözəl bir səhnə var. Bunu çox gözəl versiyada ekranlaşdırıblar və o səhnəyə hər dəfə baxanda mən gülüşümü saxlaya bilmirəm. Güya Eyfel qülləsini ortaya gətirirlər və partladırlar. Hətta barıtının çox olduğunu bildirirlər. Aha, deməli, buradan bu nəticəyə gəlirik ki, sonda Monsieur Jordan xəbər gəlir ki, Şahbaz bəyə artıq apara bilmir, çünki özü öz hayında qalır. Nəyə görə? Çünki Paris dağılıb, Parisdə inqilab baş verir, o öz vətəninin dərdinə qalır, vətəninin hayına qalır və düşünür ki, mən necə eləyim, vətənimə çıxım gedim və bildirirlər ki, Hatəm xan ağa son səhnədə soruşur ki, Parisi kim dağıdıb? O da deyir, cinlər, divlər, ifritələr və çox qəribə bir təsadüf nəticəsində xanımlar, qadınlar elə bilirlər ki, həqiqətən də bu Məstəli şah bayaqki elədiyi səhnədən Parisi dağıtdı və o bu gücə, qüdrətə malikdir. Çox qəribə bir şəkildə təsadüflər üst-üstə düşür və buna inanırlar. Burada əslində qadınlar və eyni zamanda bütün verilən obrazlar satirik yox, humoristik versiyada verilib. Yəni daha kəskin deyil bunların gülüşü. Burada Monsieur Jordan ədəbiyyatımızda ilk qəribli obrazı olaraq tanınır. Belə, əsər barədə bu qədər təəssüratlarınızı yazmağı unutmayın. Əsər barədə əlavə eləyəcəyiniz hər hansısa bir maraqlı fakt və yaxud da bir sözlər varsa, eyni zamanda əsərdən olan çox maraqlı hissələri də rəy bölməsində qeyd eləyə bilərsiniz. Hər birini oxuyacağım, əmin olun bundan. Belə, çalışaq ki, bu kimi hallara aldanmayaq, bu kimi hallara yol verməyək, daim özümüzə inanaq. Çünki həyatda bu cür təsadüflər ola bilər, amma hər şey özümüzdən asılıdır, bir başqasından yox.